Heç kəs inqilabın əvvəlində edilən o kütləvi edamları unutmuyor. Bugün İranda qardaşı, yaxını, atası, qohumu, dayısı oğlu, xalası oğlu edam olunmayan ailə yoxdur. Hər hansı bir formada rejimin, belə deyim ki, işgəncəsinə, edamına, zorakılığına məruz qalan insanlar var. Mənim özüm şəxsən, başqa bir dəfə demişəm də, Təbriz Universitetindən çıxmışıq öz sinif yoldaşımdan. Ayrılmışıq, bir qız, bir oğlan mən qaldıq Təbriz Universitetinin qarşısında avtobus gözlüydük. Bizi gəldi, sepah, bəhsiz deyirlər, bizi tutu apardılar, həbs elədilər. Sonra da məhkəməyə. Təsəvvür edirsiniz, mənim var idi 19 yaş, 18 yaş. Sonra apardılar bizi, 2-3 gün bir nəfərlik kamerada saxlanılmışam, izahat ver, o kimdir? Deyirəm, ki, çıxmışam universitetin qabağında. Yox, naməhrəm, inanırsınız, mən ciddidən deyirəm sizə. Məni məhkəməyə aparıb şallaq vurdular 40 dənə. Ki, naməhrəmlə niyə durmuşsan orada? Bu vicdansızlıq, bu dərəcədə alçaqlıq, şərəfsizlik olar xalqa qarşı. Mənim yadıma gəlir qısa köynək giydiyimə görə, qısa qol köynək. Məni Təbrizdə bəhsiz idi, sepah idi, bilmirəm də, yolda gedə-gedə, adi küçədə saxladılar, cavan oğlanamda. Qolu qısa niyə geyimsən? Deyirəm, yaydı da, istidir, tər tökülür. İnanın Allah, mənim üzümdən bir dənə möhkəm yumruğu vurdu bu hissədə. Bir həftə mənim üzüm qapqaraydı. Nə günahımız var idi bizim? Nə etmişik sizə? Niyə cəmiyyətə qarşı bu qədər zorakılıq edibsiz illərlə? Hələ mən sizə dediyim bu şeylər, Heydər bəy, bunlar, belə deyim ki, çox sadə şeylər.